Hər alqış doğru deyil. Hər çoxluq haqlı deyil. Hər məşhurluq dəyərli deyil. Qaziyi gəzərkən AI-dan mənə məlumatlar verməsini istədim. Tarixi faktlardan əlavə fəlsəfi çıxarışlar və mənim üçün nəticələr də deyir. Bu fikirlər də elə Qaziyə üçün dedikləri idi. Hansı ki, mənim də bir daha fərqləndirini yaşadığım mövzulardan idi. Hər deyilən, hətta hər görünən şey deyilən və görünən kimi olmaya bilər. Yox deməyi öyrənmək, yaxşını pisdən seçə bilmək, iç sıraya özünü qoymaq, empatiya qurmaq, Sürüdən ayrılmış pingvinlə özümüzü eyniləşdirmək kimi nə etməli olduğumuzu deyən minlərlə mənbə içərisində öz duyğularımın və dəyərlərimin nə qədər önəmli olduğunu və həqiqətən etdiklərimin öz istəyim olduğunu anlamaq. başqa bir mühitdə həyat tərziniz, düşüncələriniz təqdir oluna, bəzən isə çox mənasız qarşılana bilər. Sadəcə ayaq uydurmaq üçün dəyişmək də olar. Bu da bir seçimdir təbii ki. Əsas sual budur. Bunu həqiqətən özümüz istəyirik ya başqaları tərəfindən qəbul görmək üçün edirik? Kolizeydə döyüşən qladiatorların mütləq birinin ölümü idi insanları əyləndirən. Roma elitasının xalqı idarə etmək üçün istifadə etdiyi o məşhur panem et circenses prinsipi. Bəs həqiqətən bunu nə üçün göz alırdılar? Özləri bunun bir hissəsi olmaq istəyirdilər ya cəmiyyət bunu tələb edirdi? Sən istəyirsən ya cəmiyyət?